Bu xanım işdən evə gedərkən ofisində olan tuneldən əylənərək birbaşa çölə çıxır. İntellektual moda, feminizm və ağlışıq. Bu üç sözü birləşdirən Miuccia Prada'dan danışacağım. İlk öncə Prada'nın kiçik bir tarixinə nəzər salaq. 1913-cü ildə Prada qardaşları tərəfindən yaradılır. Elə Fratelli Prada adlanır. Həmin dövrlərdəki brendlər kimi bu brenddə əsasən dəri məmulatları üzrə ixtisaslaşır. Hətta krallığın əsas təchizatçısına çevrilir. Bir müddət sonra onların loqosunda biz krallığın simvolunu görürük. Mario Prada'nın vəfatından sonra isə işlərin başına onun qızı Luisa keçir. Qeyd edim ki, Mario qadınların biznesdə olmasını heç bir halda istəmirdi. Maraqlıdır ki, onun nəvəsi böyük bir feminist dizayner olacaq. Prada'nın yüksəlişi isə məhz Miuccia Prada'nın idarəçiliyi zamanında baş verdi. Gənclik illərində siyasi elmlər üzrə doktorluq dərəcəsi alır, modanı sevmir, Kommunist Partiyasının üzvü olur və bir çox inqilablarda iştirak edir. Mitinqlərdə başda gedən şəxslərdən biri olur. Luisa'nın rəhbərliyi altında Prada bir müddət fəaliyyət göstərir, lakin 70-ci illərdə Miuccia Prada'ya rəhbərliyə keçməyə təklif edilir. Onun üçün ailə biznesinə rəhbərlik etmək çox utanc verici idi. Müsahibələrində dəfələrlə deyir ki, bir feminist, aktivist, kommunist kimi mənim üçün çox ağır idi moda sahəsində çalışmaq. Şirkətə rəhbərlik edə bilmək üçün onun soyadı Prada olmalı idi. Miuccia Prada'nın əsl adı Maria Bianchi olur. O, şirkətə rəhbərlik edə bilməsi üçün xalası onu övladlığa götürür və bununla da onun soyadı Prada'ya çevrilir. Miuccia, yəni deyilənə görə onun uşaqlıqda adlandırdıqları adı olur. 92-ci ildə yaratdığı növbəti diffuziya xətti isə onun məhz Miu Miu uşaq vaxtı çağırdıqları adla adlandırılacaq. Beləliklə, Miuccia Prada 70-ci illərdə şirkətin rəhbərliyinə gəlir. Siyasi elmləri bilməsi əslində ona işində çox kömək edir. Çünki zəmanənin tələblərini, cəmiyyətin tələblərini çox yaxşı bilir. Həmin dövrdə hər bir şey lüks və bahalı idi. 80-ci illərdə onun çox dahi bir formada etdiyi addım hər şey dəyişəcək. Dəri çantaların çox bahalı olduğu bir halda neylon çanta çıxaracaq və 80-ci illərdə onun çıxartdığı neylon çanta bütün Prada'nın tarixini dəyişəcək. Bu illərdə gələcəkdə həyat yoldaşı olacaq Patrizio Bertelli ilə tanış olur. Əvvəl onlar iş partneri olurlar, sonra 87-ci ildə ailə həyatı qururlar və demək olar ki, Prada qrupu birlikdə idarə edirlər. 88-ci ildə ilk kolleksiya çıxır. Kolleksiyada təmiz siluetlər, təmiz xəttlər və minimalizm özünü göstərir. Neylon materialından çantalar istehsalı davam edir. Lüks brend olaraq ucuz bir neylon materialdan lüks çantalar. Sadəcə möhtəşəm. Prada bir feminist kimi daim androgen geyimlər çıxarır və geyimlərin qadın-kişi sərhəddinə bölməməyə çalışır. Prada'nın yaratdığı obraz daimi sanki kitab oxumağı sevən bir qız obrazıdır. Prada'nın DNT-sində uniforma stilini çox görəcəyik. Əslində onun həm siyasətlə maraqlanması, həm ailəsinin çox sərt davranması, sərt qaydaların olması gələcəkdə onun yaratdığı dizaynlara çox təsir edəcək. Və qadın hüquqlarına dair onun mesajlarını daim kolleksiyalarında görəcəyik. 96-cı ildə isə nəhayət ki, ugly konseptini görürük. Müxtəlif teksturalar, müxtəlif printlər, bir-birinə uymayan siluetlər və parçalar. Prada hal-hazırda o brendlərdəndir ki, ənənəvi gözəllik standartlarını yıxmağa çalışırlar. Müsahibələrində deyir ki, mən biləndə ki, yaratdığım geyimlərdə dərin məna var, o zaman xoşbəxt oluram. Məhz intellektual moda anlayışını Prada brendi məşhurlaşdırdı. İllərdir ki, Miuccia Prada Prada'nın
rəhbəri, kreativ direktorudur. Son dövrlərdə isə Ralph Simmons'la birgə çalışır. Qeyd edim ki, 90-cı illərdə açdığı Miu Miu Prada'nın ikinci xəttidir və o gənclik illərində edə bilmədiyi bütün şıltaqlıqları məhz Miu Miu kolleksiyalarında çox gözəl göstərir. Diqqət edin, Miuccia Prada bütün şəkillərdə üst geyimini yaxasına həmişə bağlı saxlayır. Bununla Prada ya öz dünyasını ətrafdan qoruyur, ya da qadın cazibədarlığına baxışı dəyişmək istəyir. Miuccia Prada moda industriyasında son dövrlərin ən nüfuzlu şəxsiyyətlərindən biri sayılır. Bu qadına hörmət etməmək mümkün deyil. İllərdir öz duruşunu itirmədən öz konseptinə sadiq qalaraq sadəcə irəli addımlayır. Və əsas sual, Does Devil Wear Prada? Bilirsiniz, bu filmdən olan bir fraqmentdir, sizin üçün yerləşdirirəm. Devil Wears Prada filmidir. Bu film əslində, yəni filmdə olan personaj deyilənə görə Anna Wintour'un, Vogue-un baş redaktoru olan Anna Wintour'un prototipidir. Çünki onun assistentinin yazdığı kitab əsasında çəkilib film. Və məsələ orasındadır ki, Anna Wintour ilə Miuccia Prada'nın münasibəti çox yaxşıdır. Devil haqqında bir şey deyə bilmərəm, amma hal-hazırki dövrdə Everyone Wears Prada deyə bilərik.